Değerli Facebook'tan izleyen dostlar, maraqlı suallar paylaşacağım bu dəfə. Keçən dəfə integrallar idi. Bu dəfə ama biraz fərqli olsun diye maraqlı suallar var, rastına çıxmışdı. Öyle dedim paylaşım. Həll edeyim paylaşım. 5 üstü A verir, üzerine gəlsin 5 üstü B. Üzerine gəlsin 5 üstü C beraberdir 755'e. Bizden soruşur ki A, B, C daxil natural ədədlər olarsa, yəni natural ədədlərdir. Onda deyil A üstə gəl, B üstə gəl, C bərabərdir sual kəmini soruşur. Şimdi bax biz buradan bunu yazanda ben baxıram ki bunun hər birini 5'e gətirməliyəm, hər bir əsasın 5'e. Buradan 5 üstü A-nı verirəm mötərizənin xaricine, alıram 1 üstə gəlsin, 5 üstü B plus 5 üstü C bölünsün 5 üstü A beraberdir. Bunu 5'e bölende düşün 151, yani 151 vurulsun 5. Onu da biz yazabiliriz ki gruplardan biri hökmən 5 üstü A'ya beraber olmalıdır. Çünkü burada bir tane 5 üstü A'nı ayırmışam da. Buradan yazılan 5 üstü A beraberdir 5'e. Onda buradan çıxır ki A'mız ile beraberdir 1'e. Eyni qaydayla bunu yazıram. Buradan yazılan 1 üstə gəlsin. 5 üstü B üstə gəlsin 5 üstü C. Bölünsün 5 üstü 1, yani o da 5 eləyir, bərabərdir 151'e. Biri gətirib bu tərəfə çıxsam, onda buradan 5 vurulsun, 1 üstə gəlsin, 5 üstü C, bölünsün 5 üstü B, bərabərdir. Promoyu yazmayaq. Yəni baxanlar deməsin ki, mənim buradan promoya getdi. Promoyu yazmayaq, 5 üstü A-dır, yəni o da 1 eləyir. Buradan yazıram. 5 üstü B üstə gəlsin, 5 üstü C bərabərdir. 150, aydın məsələdə bir cəldə çıxılır, vurulsun 5. Vurulsun 5. Buradan təzədən yaza bilərəm. 5 üstü B-ni verirəm mötərizə xaricine. Alıram 1 üstə gəlsin, 5 üstü C bölünsün 5 üstü B bərabərdir. 150'de yazabilirim 25 vurulsun 6, yani 5'in kvadratında olacak 5'in kubu, bir tane vurulsun 6. Aha. Demek buradan eyni kaydayla yazabilirim 5 üstü B beraberdir 5'in kubuna. Buradan B'miz beraberdir 3'e. A tapıldı, A beraberdir 1, B beraberdir 3. Kətilib təzədən ikinci sistemdə burada yerine koyuyorum. 1 üstə gəlsin. 5 üstü C bölünsün, 5 üstü B'nin kıymeti 3'tür, beraberdir 6'ya. Buradan 5 üstü C bölünsün, 5'in kubu beraberdir 5'e. Her tarafın 5'in kubuna vursan, 5 üstü C beraberdir 5 üstü 4'e. Adi sade bildiğimiz üstü tənli C ile beraberdir 4'e. C ile beraber oldu 4'e. Bu da 57, 8, onların çəmi 8'dir. Birinci sual kuadına. İkinci sual böyle bir maraqlı sualdır. Həqiqətən də olduqca maraqlı bir sualdır. Baxın, 5 üstü x çıxılsın 2 üstü, 5 üstü x çıxılsın 3 üstü x bərabərdir 16'ya. Belə bir maraqlı sualdır. Bizdən soruşur ki, x-i bərabərdir sual. X natural ədəd olarsa, soruşur ki, x bərabərdir sualda. Yəni, burada natural şərtində verir. Şərtdə. 5 üstü x çıxılsın 3 üstü x bərabərdir 16'ya. Baxın, bu tənliyi, baxıram burada fərq var. Demək, mən bunu müxtəsər vurma düsturlarına gətirməliyim. Öz da kvadratını, öz B kvadratını. Ona görə də buradan yazılan 5 üstü x bölünsün 2 kvadratı. Heç də dəyişmir. Qüvvətə üstəsə 5 üstü x edir. Eynən bunu da yaza bilərəm 3 üstü x bölünsün 2 ötərəcə kvadratı bərabərdir 16'ya. Onda biz belə bir əvəzləmə aparsaq, 5 üstü x bölünsün 2'ye bir A desəm, 3 üstü x bölünsün 2'ye bərabərdir bir B desəm, burada alacağım A'nın kvadratı minus B'nin kvadratı bərabərdir 16'ya.
İndi natural həllərini deyirsə, biz A-nın da natural həllərini götürməliyik. Buradan müxtəsər vurma düsturunu tətbiq eləsəm, A minus B vurulsun, A plus B bərabərdir 16-ya. Biz 16-nın ümumiyyətcə 16-nın bölənlərinə baxmalıyıq. 16-nın bölənlərinə baxsaq, 1 vurulsun 16 yaza bilərik. Buradan alıram A minus B bir sistemində bərabər 1 olsun. A plus B bərabər 16 olsun da, yəni bir sistemim bu. Amma bu sistemdə baxıram ki, A natural ədəd deyil. A natural ədəd deyilsə, onda x-də natural olmayacaq. Və bu sistemi götürürəm. İkinci bir sistemə baxıram. Bu sualı elə özüm maraq üçün götürdüm ki, yəni burada qarışdırılmalıdır. A minus B-ni bərabər 2 götürürəm. A plus B-ni bərabərdir 8 götürürəm. Baxın, bu sistemi tərəf-tərəfə toplasam, sadə bir sistem bunu həll etmək rahatdır. Əsas bu şəkilə gətirməkdir. Bərabərdir 10-a. Buradan A-mız bərabər olur 5-ə. Eynən B-miz də bərabər olur 3-ə. İndi gətirib biz burada veriləni yazırıq. 5 üstündə x bölünsün 2 bərabərdir. A demişəm, A bərabərdir 5-ə. Bunun qüvvəti 1-dir. Buradan x bərabər olur 4-ə. Bir dəqiqə, x bərabər olur 2-yə, necə istəyirəm, 4-ə yox. 1-də axı, olur 2. Gətirib eybi yoxdur. B-ləşi qiyməti qoysaq, heç də dəyişməyəcək. Yenə elə cavab olacaq 2. x bölünsün 2 bərabərdir 3-ə. Bunun da qüvvəti 1. Eynən buradan da x bərabərdir 2-yə. Səndə də x bərabər 2-ymiş, oradan natural ədəddir. Üçüncü belə bir sual var. Olduqca çox maraqlı bir sualdır. Bundan da biraz fərqli olaraq. Verib məsələn, kök altında 3 üstü, kökdə x çıxılsın, kök altında 2, kökdə x bərabərdir 5. Bizdən tənliyi soruşur. Aydın məsələdir ki, biz tənliyi həll etmək üçün bilirik ki, x-i, onsuz da x-i böyük bərabər 0 ola bilərlər. Çünki x 0 da bərabər ola bilməz. Onun üzrə cavab 0 eləyəkdir. X-i 0-dan böyüdür, yəni natural ədəddir, biz bunu həll etməliyik. Eynən bax, bunu da belə mən yazıram. Kök altında 3, səliqəli şəkildə yazıram. Kök altında x-i bölürəm 2-yə, qüvvətdəki ifadəni. 2-yə bölürəm, bunu kvadrata yüksəldirəm. Çıxıram, kök altında 2, qüvvətində eynən genə kökdə x-dir, bölürəm 2-yə, eynən genə qüvvətə yüksəldirəm, bərabərdir 5-ə, heç nə dəyişdir. Yəni, burada bu ifadalarda qüvvətə yüksəldirlə həmin bu ifadaları almış olarıq. Almış olarıq. Onda buradan kök altında 3, minus kökdə x bölünsün 2-yə, bərabərdir bir a desəm, sonrasında kök altında 2, kökdə x bölünsün 2-yə bərabərdir bir b desəm, gətirib buradan verilənləri yerinə yazıram. Buradan alıram a-nın kvadratı çıxılsın b-nin kvadratı bərabərdir 5-ə. Çünki mən bunu 2 ədədin kvadratının fərqinə gətirməliyəm. Bunu da qruplara ayrılır. A minus b, a plus b bərabərdir. 5-i necə 2 natural ədədin hasılı şəklində göstərə bilərik? 1 vurulsun 5. Onda buradan ala bilərəm. A minus b bərabərdir 1-ə. A plus b də bərabərdir 5-ə. Bax belə 5-ə bərabərdir. Bunları tərəf-tərəfə toplasam, 2a-mız bərabərdir 6-yə. A-mız bərabərdir 3-ə. B-miz də bərabərdir 2-yə. A-nın qiyməti 3-dür, B-nin də qiyməti 2-dir. Gətirib yerinə yazsaq, A-nın yerinə yazsaq, buradan alacağıq ki, kök altında 3 üstü, bunu qoy yuxarıdan yazın. Baxın, kök altında 3, qüvvətdə x bölünsün 2 bərabərdir 3-ə. Mən bunu necə həll edəcəm? Çox cür həll eləmək olar, bununla loqaritmləri həll edə bilərik. Amma bunu yazıram 3 üstü, 2 də 1, təzərindən qüvvətində kök altında x bölünsün 2 bərabərdir 3 üstü 1 yazıram bunu. Onda buradan alıram 3 üstü, 3 üstündə, 3-ün üstündə
Demək 4 də kökdə ikiz bərabərdir 3 üstü 1-ə. Əsaslar bərabərdirsə qüvvət üstləri də bərabərdir. 4 bərabərdir 1-ə. Demək kök altında ikiz bərabərdir 4-ə. X-i bərabərmiş 16-ya. Demək bu tənlikdə X-i bərabərdir 16-ya. Eynən B-nin qiymətin, yəni 2-ni burada yazsaq yerinə qoysaq, yenə 16 alarıq. Demək X-i bərabərmiş 16-ya. Çox maraqlı bir sual idi. İndi mən məcburam, ondan olsa videoda olacaq. Belə bir sual götürmək istəyirəm. Belə bir başqa sual götürmək istəyirəm. Belə bir tənlikdir, abituriyentlərə də maraqlı olar. Düzdür, bu yazdıqlarım biraz fərqli suallardır. Bunlar abituriyentlərə o kadar da maraqlı gəlməyə bilər. Amma bizim bu riyaziyyat qrupuna bəzən mütləq müəllimlər atırlar, sertifikasiya hazırlığına hazırlaşan müəllimlər belə suallar birdən rastıma çıxır. Atırlar, harcarsan, tapıb atırlar. X minus 8 üstü 4 bərabərdir, demək 2-yə. Bunu belə açıq da həll edərsən, biraz çox uzun gedər. Onda görə mən buradan x minus 8-i 4-cü dərəcədən açım, qüvvəti 4-dür. Belə bir əvəzləmə aparırıq. X deyir, əvvəl birinci, buradan yazıram ki, x-i daxildir, natural ədəd. Bizdən belə bir tane soruşur. Buradan belə bir əvəzləmə aparıram. X minus 8-ə bərabərdir bir t deyiləm. Baxıram, ən yüksək dərəcə x minus 8 olduğuna görə, ona görə buna bir t deyiləm ki, biraz burada sadalaşdırmada eşit rahat olsun. Ona gətirib birinci ifadədə yerdə yazsam, olacaq t minus 2-nin kvadratı, üstə gəlsin t minus 1-in kubu, üstə gəlsin t üstü 4 bərabərdir 2-yə. Bu cür tənliyi də həll etmək o qədər çətin bir şey deyil. Əsas bu əvəzləməni axtarmalıdır. Buradan olacaq t'nin kvadratı minus 4t plus 4 üstə gəlsin t'nin kubu minus 3t'nin kvadratı plus 3t minus 1 üstə gəlsin t üstü 4 bərabərdir 2-yə. Buradan t üstü 4'ü yazıram. T üstü 4'ü yazandan sonra burada x'in kubu yazıram. X'in kvadratı minus 2x'i t'nin kvadratı, x yox, t demişəm. Minus t, bu eləyəcək 4 elədi, da mənfi 1 elədi. Müsbət 3, müsbət 1 bərabərdir 0 yaza bilərik. Bax, tənliyi həll eləmək də rahatdır. Sərbəst həddim bölərək plus minus 1'dir. Bir dəfə 1 verərsən, sonra çox həddini bölərsən, o bir kökünü tapmaq. Yəni rahatdır, buradan belə hesab eləmirəm, buradan belə şey izah edeyim. Amma bunlar biraz maraqlı suallar idi. 5 üstü A üstü 5 üstü 5 üstü 5 üstü C bərabərdir 755. 5 üstü 2 çıxılsın 3 üstü x bərabərdir 16 tənliyi, hamısı da var. Bunlar da var. İndi ola bilsin, bizim bəzi müəllimlərimiz bunları başqa bir yolla yazarlar. Lap yaxşı, yəni bir misalın hökm deyil ki, onu bir yolla yazarsan, müxtəlif yollarla yazmaq lazımdır. Həm keçən dəfə integral paylaşmışdım, maraqlı integrallar idi. Bu dəfə bunları yazdım. Həm də müxtəsər qurma düsturlarına gəlir əksəriyyəti. Orta məktəbdə 7-ci sinifdə öyrənilir müxtəsər qurma düsturları. İndi gələn dəfə üçün çox bir maraqlı sual, həqiqətən də yəni maraqlı və həlli biraz uzun gedən bir sualdır. Həm də olmuşa maraqlıdır. Kök altında tangent 8. Bir dənə elə buna bəxt ayıracağım. Növbəti dərsimin bu izahını verəcəm. İntegral kök altında tangent 8 dx integralı doğrudan da çox maraqlıdır. Bunu mən 2 il bundan qabaq həll eləmişdim bir dəfə. Bir dəfə məndən soruşdular. Yəni bunun həllini soruşmuşdu bir riyaziyyat müəllimi məndən. Sonra mən onu dedim ki, yazıb həll edib ataram. O ilələr mən bunu həll elədim. Bunu başqa yollarla yazmaq olur. Çox bir maraqlı yolla. Yəni bunun növbəti dərs olacaq. İntegral kök altında tangent 8 dx integralının həlli. Çox maraqlı bir həlli var. Bu misallar da maraqlı idi. Həqiqətən yəni çox maraqlı idi bunlardan. Bu dəfə də belə götürdüm bu tipli misalları işləməyə. Yaxşı, sağ olun. Növbəti videolarda görüşək. Bəli videoyla.